İndi zavallı Molla Nəsrəddin dustaqdır. Həbsxanada oturub öz-özünə fikir eləyir. Acaba ərbabi hökumət bu qırmızı şeylərdən nə üçün belə ürkür? Üzeyir Hacıbəyov 1906-cı ildə Molla Nəsrəddin jurnalının müsadirə edilməsinə belə etiraz eləyirdi. 119 il sonra 3 may 2025-ci ildə Dünya Mətbuat Azadlığı günündə biz də Dahi Hacıbəyovla eyni sualı veririk. Bu qırmızı şeyin hazırda həbsdə olan nümayəndələri 3 mayla bağlı ünvanladıqları müraciətdə ötən əsrdən boylanan sualı belə davam etdirirlər. Baş verən haqsızlıqları xalça altına ötürən hökumət hələ də anlamır ki, bir gün üfunət iyindən özü boğulacaq. Buna inanmayan və gücünə güvənən İlham Əliyev onu unudur ki, heç bir xof xalqın səsini batıra bilməz. Mayın 2-sində Sərhədsiz Reportyorlar Təşkilatının açıqladığı indeksdə Azərbaycan dünyada mətbuat azadlığına görə 3 pillə geriləyib, 180 ölkə arasında 167-ci yerdə qərarlaşdı. Bu geriləmənin səbəbləri aydındır. 2023-cü ildən bəri Azərbaycanda müstəqil mediaya qarşı başladılan yeni repressiv dalğa ötən ildə davam etdirildi, elə bu ildə. Həm 1907-ci ilin iyunun 8-də Tiflis general qubernatoru Molla Nəsrəddinin bağlanması haqqında əmr verəndə, həm də İlham Əliyev müstəqil mediaya təhdidlər yağdıranda bir şeyi unudurdular. Haqq söz 4 divar arxasından da keçməkdə mahirdir. Həmin dövrdə qubernatorun kim olduğunu çoxumuz bilmirik, lakin dövrün mətbuat adamlarının yazdıqlarını bugün də sevə-sevə oxuyuruq. Əkinçini oxuyursan? Haçansa oxuyardım. Başına nə oyun gətirmirlər Həsən bəyin. Hədəliyirlər, danos verirlər, çığır, bağır qoparırlar, haray salırlar. Amma Azərbaycan mətbuatının tarixi təkcə Molla Nəsrəddindən, tənqidi mediadan ibarət deyil. Sovet repressiyası dövrünün həbs və güllələnmə anonsu platformalarından biri kimi çıxış eləyən Ədəbiyyat qəzetində Mikayıl Müşfiqlə bağlı yazılırdı. Kontrrevolüsyoner, kontrabandçı, oğru. Məmməd Rahimin bu yazısı ifadələr qismən dəyişdirilərək indi Azərbaycanda hökumətin nəzarətində olan media resurslarında yenidən istehsal edilir. Qərb dairələrinin adamı, agent, qaçaqmalçı. Bu təxribatçı, xarici maraq dairələrinin əlində ucuz alətə çevrilmiş. Hətta 2025-ci ildə də vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil jurnalistlər Report, Qafqazinfo, Baku TV, APA TV, Real TV kimi media orqanlarını hər gün izləyirlər ki, görəsən adları keçəcəkmi, onları həbs təhlükəsi gözləyirmi? Bu media qurumları artıq istintaq orqanının qeyri-rəsmi mətbuat xidməti funksiyasını yerinə yetirirlər. Repressiya yenə mediadan anons edilir. Meydan TV jurnalistlərinin ünvanladıqları müraciətdə bu məsələyə də toxunulur. Ölkədə prezident administrasiyasının tezisləri ilə fəaliyyət göstərən CİB mediası qalıb. Vəziyyət o həddədir ki, jurnalistlərin məhkəmələrdən hazırladıqları materiallar DTX-nın əməkdaşının redaktəsindən sonra dərc edilir. Baku TV, Real TV kimi özünü xalqın mediası kimi qələmə verənlər ifşa və təhdid dilini seçir. Narazı vətəndaş obrazlarının yaradılması. Beləliklə əsrlər dəyişsə də, bu coğrafiyada idarə etmənin rəngi və medianın vəziyyəti çox da dəyişmir. Molla Nəsrəddin yenə həbsdə oturur, Müşfiq yeni günə repressiya təşvişi ilə başlayır, Şərti Ədəbiyyat qəzeti həmkarlarını hədəf alan yazılar yazmağa tələsən jurnalistlərlə qaynayır. Cəlil Məmmədquluzadənin ikinci Sabirimiz adlandırdığı Əli Nəzminin bir əsr əvvəl Molla Nəsrəddində verdiyi sual indi də aktual qalır.